Samir, danış. Qayd edirəm. İstəmirəm bu mövzu aramızda qalsın. İnsanlar da faydalansın, dinləsin. Nəyi izah edə bilmirsən, onu denə. Mən bunları izah eləyə bilmirəm ki, bizdən gizlədirlər, başa düşsənmi, gizlədirlər həqiqəti. Hamıya ədalətli deyiblər. Hamıya radiyallahu anhu, belə deyil. Deyir ki, soğu da deyir ki, bunlar nəyə lazımdır, başımız salaq aşağı, o dünyamızı fişləşək, namazımızı qıraq, orucumuzu tutaq, İslamımızı yaşayaq. Deyirəm, ay başıma dönüm. Sən ürgəni qanmırsan ki, bu İslam dediyin var ha. Bu, onların rəvayətlərindən gəlib çıxıb sənə. Bəlkə sən elə Mərvanın dinini yaşayırsan. Bəlkə Mərvandan gələn rəvayətləri yaşayırsan sən. Bəlkə Muaviyyənin dinini yaşayırsan, Yezidin dinini yaşayırsan. Sən hansı dini yaşayırsan? Bir baxırsan kimlərdən gəlib çatıb sənə, sən hansı İslamı yaşayırsan ki? Başa. Bunlar bir dənə şey izah verə bilməz ki mənə. Mən bunlara deyirəm ki, Osmana qarşı insanlar gəlib Mədinəyə yığışanda, şeydə ona qarşı ki, sıxda xəlifəydən. Sahabələr haradaydı? Bax Mədinədə olan, Mədinədə də sahabələr yığışıb ora. Sahabələr hanı? Sahabələr niyə bunlara qarşı çıxmadılar? Bir çıxın da, çıxın deyə bilərsiniz, buna cavab verə bilərsiniz. Sahabələr haradadır? Bu adam ölüb, sonra yerdə qalıb 3-4 gün. Sahabələr hanı? Osman aparıb Yahudi qəbristanında bastırırlar. Hanıdasın sahabələr? Mədinədə olub, hadisələr başlasın mı? Sahabələrin hamısı Mədinədə yaşayır. Haradadır bunlar? Buna bir cavab verən olacaq. Yoxsa verə bilərlər heç. Ayşədən sözlər var ki, bunlar səsləndirə bilməz onu. Mən deyə bilərəm amma. Sənə deyirəm bir. Ayşədən sözlər var ki, Osmanın axır dönəmində onu sahabələr sevmirdilər artıq. Başladın mı? Ona qarşıydılar. Hərəkətlərinə qarşı. Ayşə deyəcək ki, öldürün də bu qoca nədir, axmağı. Bu kafir olub, deyir, bu sünnətdən çıxıb, dindən çıxıb. Ayşədən sözlər var. Rəhbərində yəni bunu çıxardın da buradan. Ayşə sonra gedir Məkkəyə. O cəmaat gəlib üstənə edir orada, Misirdən, nə bilim, İraqdan yığışır cəmaat ki, gəliblər də, nə qədər millət bunu mühasirəyə alıblar evində, Osmanlı da. Sıx xəlifə. Bu dönəmdə Ayşə deyir, həccə gedirəm. Məkkəyə. Həccəyə, burada aləm də bir-birinə. Ayşə həccə gedir. Mərvan deyir ki, ara gedirsən, biz qalmışıq buralarda belənçində. Deyir ki, mən həccəyə. Getdi həccə. Orada, bayadan belə deyirdi, orada eşitəndə ki, Əli xəlifə seçilib. Başladı ki, Osmanın qatilləri tapılmalıdır. Buna nə cavab vermək olar? Bu nə deməkdir ki, Osmanın... Ona o birisi arvadı var ya, Peyğəmbərin Ümmü Sələmə. Deyirsən, belə deyirdin, qatı belə deyirsən. Deyir, amma ölməyə deyir, məzlum kimi ölüb də, ona görə onun qatili tapılmalıdır. Və deyirdin, özün deyirdin ki, öldürün onu. Çıxardın onu oradan. İndi niyə belə deyirsən ki? Başda mən bilirəm nə üçün deyirdi. Çünki ifk hadisəsi var idi Peyğəmbərin önündə. O Ayşə yolda qalır, onu başqası götürüb gəlir, şübhələr oynayır, insanların arasında şübhələr oyanırlar. Peyğəmbər Ayşəni götürüb aparır, qoyur atasının evinə, Əbu Bəkirin evinə. Allahdan vəhy gəlməni gözləyir ki, hadisənin cavabı nə olacaq da. Orada başlayır Peyğəmbər sahabələrlə məsləhətləşir bir-bir ki, siz nə fikirləşirsiniz, nə deyirsiniz? Yəni Ayşəni boşayımmı, ya nədir də bu fikir? O da qayıdır, bir dəfə Əlidən soruşanda, Əli qayıdır ki, bu söz Ayşəyə gəlib çatır da, Əlinin sözü. Əli qayıdır ki, nə çox da arvad da, sən real arvad tapa bilmirsən ki, yapışmısan bir dənə Ayşədən, yəni. Belə ki, boşa geçsin də. Bu söz gəlir Ayşə o vaxtdan ona bir şey qalır da, qəlbində kin, insandır da, kin qalır, başlayın mı? Bir məsələ çıxır ortaya. Osman hələ öldürüləndə, Osman öldürülməmişən qabaq, bu hadisələr baş verəndə. Osman Muaviyyəyə məktub yazır, kömək istəyir ondan. İndi Muaviyyə onun qanını tələb elədi, onun öldürənləri tələb elədi, öldürsün. Deyirəm ki, ona məktub yazır Muaviyyəyə. Muaviyyə deyir ki, mən qarışmıram da belə söhbətlərə, elə bir pasın bir şey yazır. Başım gəlmir də, yəni kömək yazır, heç nə eləmir, heç nə. Oturur orada üstün, baxır, izləyir, görək nə olacaq. Bunları nə cavab verə bilərlər ki? Malik Əştarı gətiriblər ortaya qoyublar ki, Malik Əştar öldürüb. Protiv idi ya Osmana qarşı, o heç, Protiv olanlardan biri idi.
evə də girib. Amma öldürən orada şey deyir ki, əli ki, gəlin məhkəməni təyin eləyə, bir diyanı məhkəmə təyin eləyə. Məhkəmədə bilinəcək kim kimdir. Muaviyə deyir ki, gəl məhkəmə olsun da sən oradan tələbə sən kimsən, xəlifədən tələb edirsən, sən valisən orada. Kimsən sən? Oturmuşsan orada məndən şey tələb edirsən. Gəlib məhkəmə qurulacaq. O da deyir ki, məhkəmə qurulmaq üçün sən birinci xəlifədən çıxmalısan. Bunun dərdi odur ki, hakimiyyətdən çıxsın, nə əli başlasın onun badı. Çünki əli hakimiyyətə gələn kimi birinci gün oturdu ya əli hakimiyyətə, xəlifəliyə. Birinci qərar bilirsən nə idi? Osmanın bütün valiləri yerindən çıxardılır. Hamısı, çünki o məqbası idi hamısı. Muaviyyəyə də şey göndərir ki, də bay, Şamdan çıxırsan. Hə. Muaviyə də hakimiyyət şey adamıdır axı, hakimiyyət üçün canını verir hər şey. O da dəli olursa hakimiyyəti itirdi, daha heç nə. Sonrası da özündə bir şəkildə Allah göstərməsin, nə olacaq indi bu, başına nələr gələcək. Belə artıb gedib hadisələr. Hamısında Əli tərəf haqq deyir, bax hədis var. Əli sən haqqlı olacaqsan, Peyğəmbər deyir. Ayşə ilə vuruşacaqsan, sən haqlı olacaqsan. Zübeyrlə vuruşacaqsan, sən haqlı olacaqsan. Həmin Cəməl döyüşündə Zübeyrin üzünə deyir orada, Cəməl döyüşündə üzbəyizdir Zübeyrlə. Deyir ki, sən axı Peyğəmbərdən hədisi bilirsən, mənlə vuruşacaqsan, Peyğəmbər deyir. Sən haqsız tərəf olacaqsan. Zübeyir orada qılıncı atıb çıxıb gedir. Yadına düşürədiz. Deyir, and içir Allah, mən bir də sənə qarşı çıxmaram Əli. Atır, qılıncı çıxıb gedir, yolda öldürürlər onu. Məscidin içində öldürürlər, yolda nə var atıb gedib. Boşsan. Ayşəyə deyir ki, sənin qababa ihtiyar çıxacaq, oluyacaq, sən belki səhv yoldasan bir dənə yerdə də. Çıxır oluyor, bilir, Ayşə bilir ki, Murat, mənə demişdi Peyğəmbərdə, bu hədisi ki, mən getdiyim yol səhv yoldur. Mərvan onun yolundan öndər ki, yox, itlər o itlər deyil, həmin yer deyil. Sad belə. Gedirlər. Burada hamısında Əli haqlı tərəfdir. Siffeyn döyüşü var, Muaviyə ilə döyüş. Burada, başa düşsənmi sən məni? Hədis var, Peyğəmbərin hədis var, Əmmara. Əmmar Yasir, Əli tərəfdən vuruşur da. Həmin döyüşdə şəhid oluruz ya, Siffində. O boyda səhabə. Əmmar Yasir oxusan tarixi nə boyda deyir? İlk İslamı qəbul edənlərdəndir. Əlinin tərəfində vuruşur, şəhid olur o döyüşdə. O hədis var. Hədisdə Peyğəmbər deyir ki, sənin bir döyüş olacaq. Azğın bir tərəfi öldürəcək. Onlar səni cəhənnəmə çağıracaqsan, onları cənnətə çağıracaqsan. Bunu bu hədislərə qoyar. Ay Nihat, neyini? Deyir ki, Əmmara açıq aşkardır bu. Əmmara deyirsən, onları cənnətə çağıracaqsan. Onlar səni cəhənnəmə çağıracaq, səni öldürən tərəf. Qutardı getdi də. Siz cənnətlə cəhənnəmə ayıra bilmişsiniz ortasını. Peyğəmbər deyib də budur da, ayrım budur da. Belə qəribə şeylər işləyirsən. Belə baxırsan ki, qapı pəncərə dağılmasın deyə, qapı pəncərə ustalarıdır. Ay bu qapını açmayaq, o qapını açmayaq. Söz gələr, nə söz, nə qapı, deyirəm bunlara ki, qapı pəncərə qalıb, ki, qırılıb gedib hamısı. Nə qapı, nə pəncərə. Sən o dünyada deyirsən ki, qapı açılmasın deyə belədir. Sən nə din yaşamısan ki, sən nə inirsən ki, mən başa düşmürəm bunları. Cəməl döyüşündə Nihat 20.000 adam ölüb, 20.000. Siffeyn döyüşündə 70.000. Bunlar deyir ki, boş şeylərdir. Cəməl o danışmayaq, onlar belə şeylər. 100.000 adam ölüb, 100.000-ə yaxın. Bu nədir? Orada kino çəkirdilər, bu kino oydu zad idi, belə adi elə. Oradan öldü, bu buradan öldü, getdi. Ay Nihat, hələ yadımda qalanlar deyirəm, əzbərimlə. Bax, sənə deyim, Əbu Zər var, sahabə, Əbu Zər. Bunlar deyəndə ki, Muaviyə ədalətli şey olub da, orada xəlifə olub, ədalətli vali olub. Hamısı razı qalıb ondan. Və deyirəm, Əbu Zər niyə ona etiraz eləyirdi? Əbu Zər onun başına aparmışdı, deyir də ki, sən saray tikdirdin özünə, saray, Muaviyə. Deyir da, bunu öz pulunla tikdirmisənsə israfdır, xalqın buna tikdirmisənsə xəyanətdir. Başladın mı xalqa? Sən düzgün valiliyi eləmirsən, düzgün oturmamısan da burada başa düşsən. O axır bezir Əbu Zərdən də, Osmana şikayət edir. Başladın Əbu Zəri. Bir sahabəni öldürür. Başladın. Bir sahabəni öldürür Muaviyə. Öldürür.
Onu eşələ deyilənə görə onu diri-diri bastırır yerə. Nə var? Əlini təbliğ eləyir bu adam. Başsan mı? Deyir, səni öldürmərəm ətrafındakilərlə də bir yerdə olar gətirirlər onun qabağına. Deyir, Əliyə bir dənə lənət elə, əlini söylə lənət elə, səni buraqa. Bu eləmir. Əlinə söymür, lənət eləmir. Başsan mı? Sonra bax sənə əsasını deyim. Bir sahabə var, Azərbaycanı fəth eləyənlərdəndir. Adı Huzeyfədir, Huzeyfə. Peyğəmbər sallallahu əleyhi və səlləm də ancaq ona deyib münafiqlərin adını. Münafiqlərin adını ancaq ona deyib o yazıb da, ona deyib ki, yaz. Amma ona deyib ki, əmanət deyib ki, bunları heç kimə demirsən, heç kim ölənə kimi bu adları heç kimə demirsən. Hə. Bunda olub ancaq, fitnələr edib, fitnələr olacaq. Bu adlar bunda olub. Bundan bir dəfə Ömər soruşur ki, ay Huzeyfə, mənə denən görüm, mənim valilərim içində münafiq var, yəni o yazılanların içində olduğuna var. Biri var. Aynı değiştirsən. Biri var, biri var deyir, başsan. Demir yoxdur. Belə bir şeylər var, yəni bunları demək, yəni kitablarda yazılıb, bunlar istəsə deməsinlər, deməsinlər. Danışmasınlar, həm qap pəncərə qırırlar zat. Kitablarda ki var. Bunu deyənə qəribə baxsınlar. Yaxşı, mən demədim. Bunu ki alimlər deyir. İslam kitabları ki yazıb. Bunlar nə edəcəksiniz ki? Yəni onlar qap pəncərə fikirləşməyib bunu yazanda, yoxsa nədir? Osman məsələsində isə qatillərin açılmağına imkan vermədilər, o məhkəmənin qurulmağına imkan vermədilər. Məhkəmə qurulmadan, məhkəmə qurulmalıdır ki, kimin kim elədiyi bilinsin də. Başlayın, məhkəmə ortada olmadan, bunlar adlar qoyublar, filankəslər öldürüb. Malı kəşlərin adını başa qoyublar. Bilmirəm, öldürüb ya yox. Amma məhkəmə olmayıb, bax ortada sən ona dəqiq deyəsən. Əli bəyəm məhkəmədən qaçırdı ki, Əli deyir, gəlin quraq da məhkəməni. İmkan verin də, imkan verin, məhkəməni quraq. Muaviyə ona deyirdi ki, məhkəmədən qabaq sən xilafətdən imtina elə ki, xəlifə kim olmadı orada. Neytral bir adam kim oldu. Buna lazım ki, xəlifəlikdən çıxsın. Bunun dərdi xəlifəlikdir. Ki, ona Osman Muaviyə məktub yazanda kömək üçün, kömək eləmişdir ki ona. Bahanə idi əlinə düşmüşdü. Malik əşlərdən də hamısı qorxurdu. Sənə inandırım ki, Malik əşlərlə üzbəyiz gəlməyə hamısı qorxurdu. Onun ölümünü istəyirdilər hamısı. Siffin döyüşündə açıq-aşkardır. Malik əşləri zəhərlətdirib öldürəndə, Malik əşləri, Muaviyə, Əli minbərə çıxıb ağlayırdı onun ölüm xəbəri gələndə. Minbərdə ağlayırdı Əli. O dövrdə, həmin o öləndə ağladı, əlini açdı, namazda əlini açırdı, namazda. Onların adını çəksə lənət oxuyurdu onlara. Əli lənət oxuyurdu onlara, əlini açıb qunutda. Onlar da oradan bu xəbər getdi onlara çatdı, Muaviyyəcilə. Qunutda əllərini açıb, bunlara lənət oxudular. O deyirləri, lənət oxunurdu ya, həmin dövrdən başladı. Əhl-i Beytə lənət, Əliyə lənət. Bu lənət yüzü satdı ona xəbəri, ondan sonra. Bunlar o lənətdən qabaqçı dövr oxuyurlar ki, bir-birinə qardaş deyirlər, əminə. Malik əşlərdən sonraki dönəm oxuyun da, ondan sonra Əli neynədi? Artıq lənət elədi onlara. Ağlıya-ağlıya. Malik əşləri o qədər çox istəyirdi o. Bu nətər olur, Malik əşlər elə nifrət olunasa adamdırsa, Əli nətər sevə bilər ki onu? Ya o Əlini nətər sevə bilər? Necə ola bilər ki bu? Bax, Muhammed İbn Əbu Bəkir var, Əbu Bəkirin oğlu. Əbu Bəkir dünyasını dəyişəndən sonra o böyüdü Əlinin yanında, Əlinin evində, o uşaq. Onu Muaviyə tapşırtdırdı Misrə edəndə, oradakı öldürdü onu. Heyvanın içinə, ya eşşəkdir, ya donuzdur, içini yarıb onun içinə qoydular onu. Yandırdılar onun içində. Bunlar utanmaz deyir ki, qisas aldı deyir.
İslamda belə qisas alma var. Yoxsa İslamda necədir elə qisas alınmalıdır. Laf bu deyək ki, öldürüb, öldürülməsində iştirak edib Osmanı. Belə qisas alınır. Bu bəyəm Osmanı hel eləmişdi ki, sən hel eləyirsən. Bu qisas deyil. Səni inandırım, Həsəni də zəhərlətdirib öldürtdürdü Muaviyə. Həsəni. Əlinin oğlunu. İbn Abbas deyir ki, girir Muaviyənin yanına. Deyir, xəbərim var, Həsən ölüb. Muaviyə deyir, onun xəbərim var, Həsənin başına gələnlərdən. İbn Abbas deyir ki, mən səndə sevinç görürəm. Kədər görmürəm, sevinç görürəm deyir üzündə. Bunu nə deyə sevinir də. Çünki orada müqabilə bağlanmışdı olan arasında. Ona xəlifəliyi verəndə, Həsən xəlifəliyi verəndə. Həsənin həyatda olmağı o müqabiləyə əsasən sərf eləmirdi Muaviyyəyə, başlayırsanmı? O müqabilədə olanları oxumurlar axı. Buna görə bunlar həmişə bir sözləri var. Tarix yalandır, tarixə baş vurmayın. Başlayırsanmı? Tarixi yazanlar yalancılar olub. Tarixi yazanda yalanları çatdırıblar bizə. Təbəri yalan çatdırıb bizə də, ümmətə yalan yazıb. İbn Əsir yalandan yazıb tarix. Ümməti çaşdırıb. Yalan bildiriləni doldurub ora. İbn Kəsirdir sonra yazanda tarixi. Yalan yazıb da, yalanları yazıb, çatdırıb bizə. Nə məsələdirsə, hamısı eyni şey yazıb. Bu dövrdə baş verən sonra eyni şeylərdir. Yezidin kafir olmağı açıq aşkardır. Mən bunlara izah edə bilmirəm ki, Mədinə əhli gedib bundan görüşür. Mədinə əhli, biriniz xəbər çatır Yeziddən, xoşa gəlməz. Mədinə əhli gedib görüşməyə ki, görək bu nə məsələdir. Gedirlər, bu da sevinir, onlara qarşılayır. Görüşəndə bunları da hədiyyələr, zatçı, yəni dillənməsinlər də. Mədinə əhli, icaz əhli dillənməsin. Bunlar ondan nə olsun hədiyyələr vermirsən? Bunlar düzgün adamlardır. Qaydandan sonra Mədinəyə beyyəti götürürlər. Nədir bu? Yeziddən. Hamısı. İcaz əhli. Yığılır, beyyət götürülür ondan. Səbəb də orada deyirlər səbəbi. Bu adam dindən çıxıb, bu adam dində olmayan hər şey eləyir orada da. İçki içir, nə bilim, neyniyir, neynəmir. Hamısını deyirlər orada. Bu adam dində deyil. Beyyəti götürürlər. Hələ üstəlik bir xəlifə seçib ona beyyət eləyir Mədinə əhli. Beyyət edir ona birini seçib. Mən də bunlara sual verirəm. Beyyət xəlifədən hansı halda götürülə bilər? Birinə beyyət eləmirsən, səmimi qəlbdən. Sonra onun beyyəti götürürsən. Bir dənə şərti var, bir dənə. Yalnız o kafir olarsa. Başqa heç bir şərti yoxdur orada. Bunlar onu kafir görüblər, götürüblər də. Burada nə çətin bir şey var ki. Buna görə qoşun yeridir bunların üstünə. Hicaz üzərinə, Mədinə üzərinə. Yezid. Yezid orada qoşun yeridib, onları Hərra hadisəsi var tarixdə. Hərra açıb oxusunlar da. Mədinəni nə hala salır o? O komandirdə onu o günə salan komandir. Sonra Məkkəyə gedir, oranın üstünə qoyandan sonra Məkkəyə gedir də. Məkkənin üstünə hücuma. Abdullah ibn Zübeyir də orada çünki xəlifəlik qururdu. Bunları tanımırdılar. Abdullah ibn Zübeyir bunlar elblər heç nə. Bir tərəfdə Abdullah ibn Zübeyrin xəlifəliyi, bir də Yezidin xəlifəliyi. Deyirəm seçim eləyin. Abdullah ibn Zübeyir İslam dünyasının 90%-nə xəlifədir, 10 ildə xəlifə olub. Yezid 10%-nə ərazi deyil, orada oturub. Heç kim tərəfindən seçilməyən biri. Oturub orada, o da ki 2-3 il, 3 il. 10 ildə bu. Abdullah ibn Zübeyir dünyaya gələndə adını onun peyğəmbər qoyub onu. Abdullah adını ona peyğəmbər verib. Ağzında xurmanı istadıb onun ağzına sürtüb. Peyğəmbər birbaşa onun ağzına sürtüb. Hicrətdən sonra ilk dünyaya gələn uşaqdır. Bütün sevinç bəxş eləyib müsəlmanlara. Ona görə onu öldürəndə başını kəsirlər, çarmıxa çəkirlər hələ. Həccaz eləyir onu. Həccaz da böyük bir kafir. Onu da hələ güya bunlar şübhədədir, bilmirlər o nədir. Müsəlman deyirlər əksəriyyəti. Nə müsəlmandır ki?
O öldürəndə İbn Ömər deyir ki, bu Abdullah ibn Zübeyir dünyaya gələndə Allah Akbərdən gəlir. İndi siz öldürürsünüz, onu da Allah Akbər deyirsiniz. Yəni siz nə tər adamlarsınız? Başa düşürsən? Abdullah ibn Zübeyir onun xəlifəni ümumiyyətlə tanımır. Ümumiyyətlə. Muaviyə tövsiyə edirdi ki, Yezdə Abdullah ibn Zübeyirlə qarşılaşsan onu parçalayır. Parçalar. Hüseyni də öldürdülər də bunlar. Neynəməliydilər daha? Başqa neynəməliydi? Hüseyni öldürüb, güya bunun xəbəri yoxdur. Bu dünyadan xəbəri yoxdur. Bəs Abdullah ibn Zübeyri öldürəndə də xəbəri olmadı, yəni adam göndərdi oraya. Xəbər olmayıbdı yəqin. Öldürülməsi görə onun dövründə ölmədi prosta. Ubeydullah ibn Ziyadı göndərəndə Kufəyə vali, Yezid ona nə tapşırmışdı? Hüseyndən beyyət tapşırmışdı. Beyyəti ala bilməsə nə demişdi? Beyyəti ala bilmədin, onu neyniyəsən? Bu nəyə getmişdi sonra Ubeydullah ibn Ziyad nəyə getmişdi Kufəyə? Vali kimi. Bəs yaxşı bu Hüseynin göndərdiyi o adamı öldürtdürdü, ondan da xəbər olmadı Yezdin. Göndərdiyi adamı qaldığı evdə kim varsa, kimin evində qalmışdı, onu da öldürtdürdü, ondan da xəbər olmadı. Bunlar elə danışırlar, deyir, bunun dünyadan xəbəri yoxdur, oturub orada. Heç nədən. Yaxşı, bunlardan xəbəri yox idi. Ubeydullah ibn Ziyad öldürdü. Ubeydullah ibn Ziyada qisas tətbiq olundu, ya hansısa nəsə bir mənfi, nəsə tətbiq elədi Yezid. Heç nə, daha onun vəzifəsini artırmaq istəyirdi, eləmək istəyirdi onu, göndərmək istəyirdi o Hərra hadisəsini bu tövr etsin, o Mədinənin üstünə. Ubeydullah ibn Ziyad burası fırlatdı, söhbətə çıxdı ki, xəstəyəm, nəyəm, söhbətdən başqasını göndərdi. O gedən də o Hərra hadisəsini tövr edəndə ki, demirəm, Məkkəyə tövr etdim, Mədinədə tövr etdi belə, Məkkəyə edəndə yolda öldü. Qəbri oradaydı da. Müsəlmanlar o qəbri daşlayırdılar hər yer. Daş atırdılar o qəbrə. Məkkəyə getdilər, mancalaqla vurub dağıtdılar. 2 dəfə. Bir Yezdin dövründə vurdular, yandı töküldü oralar, daşlarla, mancanaqlarla. Bir də ki, Mərvanın oğlunun dövründə, Abdülməlik ibn Mərvanın. Vurdular da bu Kəbəni də, Allahın evini də vurdular. Dağıtdılar Allah'ın evini. Sonra Allah'ın kitabını yandırdılar. Əsl nüsxəni. Yandırdılar. Hamısı bunlardı ya. Yani bu tayfadır. Bu qoldu yani. Əhl-i Beyt lənət oxudular. Oxudular. Raşidi xəlifəsini aşıtdılar. Raşidi xəlifəsini yox elədilər. Başqa bax ağız dolusu deyirsiniz Raşidi xəlifəliyi. Raşidi xəlifəliyi. Deyirəm Raşidi xəlifəliyini kim sona çatdırdı? Kim son verdi o sizin o ağız dolusu bəhbəhlə təriflədiyiniz, fəxr elədiyiniz Raşidi xəlifəliyinə kim son verdi? Muaviyə son vermədi ki, Muaviyə son verdi də. Onda neyi tərif edirsiniz Raşidi xəlifəliyinə? Onu deyir ki, sultanlıq qəşəyidir də. Sona çatdırıb, Raşidi xəlifəliyini başa düşsənmi? Sona çatdırmış adamdır bu. Raşidi xəlifəliyini alt üst eləmiş adamdır. O sistemi. Ay Nihat, deyirəm də, bu Mərvan Quran düşmənidir də, Quran düşməni. Bu, görsən, həfsə verməyibdir ona, bilib ki, buna veriləsi adam deyil də, bu nəsiləcək Qurana, verməyib. Yenə də çəkim, öləndən sonra götürüb onu şeyləyib, yandırıb, imkan vermir qalsın. Amma Osman çoxaldanda onu həfsədən götürmüşdü, həfsəyə qaytarmışdı çoxaldandan sonra, həfsənin özünə qaytarmışdı. Həfsə ona vermişdi, ona etibar edib. Nə eləmir axı? Sonra bu Mərvan var, bu Mərvan, məlum. Kafir. Bu, Yeziddən sonra Yezid ölür, oğlu sonra hakimiyyətə gəlirdi. O Yezidin oğlu, 2-ci Muaviyə deyirlər ona da, adı elə olur, 2-ci Muaviyə. O, müsəlman olur özdə. Çıxır, o da promoy deyir özə cəmaətə ki, mənim atam zat belə, babalarına da düzgün ərz eləməyiblər, başlayırsanmı? Biz haqsız tərəfiyiz zat. Vəbşədə mən xəlifə olmaq istəmirəm. 3 ay xəlifə olur. Xəlifəlikdən imtina edir bu adam. Görünəcə müsəlman olur, bilir ki, haqq tərəf məndə deyil deyir, başlayırsanmı? Haqsız tərəfiyiz biz. İbn Zübeyir də o yanda xəlifədir. O yanda İbn Zübeyir xəlifəliyi qurub da, Abdullah ibn Zübeyir. Ona deyir ki,
Mən sənə beyət eləmək istəyirəm də. Prosta gəl bura elan eləyək də. Elan eləyək. Mən sənə prosta İbn Zübeyir ona biraz inana bilmiş. Buna danışır orada. Başsan. Bizlər Yezdin oğludur. Bilirsən, ehtiyat edir İbn Zübeyir. Ehtiyat edir ondan. Getmir oraya. Bir gəl, mən sənin burada xəlifəliyi elan edirəm də. Mən də sənə beyət edirəm. Onun xəlifəsən, sən mən beyət edirəm cəmaatın yanınızda. Prosta inanmır Zübeyir getmir. Nəsə bu xəlifədən imtina edib düşür. Xəlifə bu yeri boş qalır. Yezddən sonra Şamda xəlifə yeri bomboşdur. Oğul düşüb yerə. Hakimiyyətdən çıxıb. 3 ay hakimiyyətə nə qədər yalvardılar buna çıxma da. Yeri bu adam üçün təyin edəcək. Bu heç eləmədi. Yox, mən istəmirəm. Çıxıb düşür onu zəhərləyib öldürürlər öz sonra. Bu hərəkətini öyle. Mən belə bilirəm, gözü ölür. Sonra Şamda xəlifə yox. Bunlar eləmədi. Mərvan bir çıxış yolunu neynəsin? Durur gedir yolla İbn Zübeyrə beyət eləməyə. Görür da çıxış yolu yoxdur başqa. Gedir ona beyət eləməyə. Yolda, getdiyi yerdə. Qabağına Abdullah İbn Zübeyir çıxır. Abdullah İbn Zübeyir də bilsin kimdir? Hüseyni öldürən Kərbalada. Kufəyə vali təyin olunur, Yezid tərəfinə o. Deyir, hara yersən, deyir və beyət eləməyə. Deyir, sən nədən, başın xaradır, beyət nədir? Gəl, qayıt, Ağdala, sən bir çağır nəslindən, üsulündən hamısını da, üməyyələri təyin eləyək də, sən xəlifəyə layiq özünsən, sən hakimə gəlirsən beyət eləməyə. Bunu təzdən qaydılar Şama. Mərvan, orada Mərvan. Yığır amını, Şura ilə də öz şuraları, müsəlmanların yox. Ondan Şura ilə oyunda seçilib, Abdullah ibn Zübeyir seçilib. Öz şurayı bu seçir, orada qaydalar qoyur, qanunlarla seçilir də, yəni. Məndən sonra Yezdin qardaşı olacaq, çünki o varis kimi idi. Yezdin qardaşı idi, ya kimidirsə orada yadımdan çıxıb, bir nəfər axı Yezdə yaxın adam. O olmalıdır. Amma o qaydaları sonradan pozur, onu öldürtdürür deyəsən Mərvan. Mərvan xəlifə olur, İslam xəlifəsi bunlar sayır onu. Xəlifə olur, 2 ildir, 3 ildir xəlifəlikdə olur. Abdullah ibn Zübeyir bu yanda, Mərvan da bu yanda. Abdullah ibn Zübeyir orada olanda onsuz da bu yanda Yezid də hakimiyyətdə idi, o öldü getdi. Sonra Yezdin oğlu o da getdi, sonra Mərvan o da getdi. Mərvandan sonra gəlməli olan adamı aradan götürürlər, bu oğlunu gətirir hakimiyyətdə. Oğlunu. Abdullah ibn Mərvan odur, oğludur. Belə bir adamlardır, bunlar Quran düşmənləri. Başlayırsan mı? Osmanın ölümündə birbaşa əli olan adamdır. Başlayırsan mı? Öz qohumudur. Cəmaatı Osmanın üstünə qızışdıran, Osmanı pis çıxardan, cəmaatın gözündə pis çıxardan adamdır. Başlayırsan. Sonra bir şeyi yadını saxladılar, qisas deyir. Sən inan ki, xəlifənin ixtiyarı var bağışlamaq. Və yaxud məhkəmə qurulsa bağışlanmaq ehtimalı var. Məhkəmə qurulsa. Necə ki, bu hadisə baş verib Osmanın ilk seçildiyi dövrdə. Ömər ki öldürülür, Ömərin oğlu Ubeydullah İbn Ömər, Ubeydullah İbn Ömər, Abdullah İbn Ömər yox, bunlar çaşdırırlar onu. Ubeydullah İbn Ömər, o Öməri öldürənə xəncəri verəni vurub öldürür. O hansı müsəlman olur. Bunu Osmanlı üç dövrüdür, məhkəmə qurulur, bunu bir evə qoyurlar. Ki, məhkəmənin qərarı çıxsın, sonra da buraxılacaq. Şuraya nə qərar çıxır? Məhkəmə belə qərara gəlir ki, məhkəmə dilində bunlar da yığışıblar hamısı. Əfv edilsin. Əfv edirlər onu, başlayırsan mı? Qisas alınmır, müsəlmanı öldürdüyü üçün ondan. Bağışlanır o məhkəmədə. Bu bağışlana bilər də, yəni, elə Osmanlı demişsiniz, qatilləri tutulmalıdır. Ömərin qatilinin xəncəri verəni, Ömərin oğlu öldüyü üçün bağışlanır da, başa düşsən mi? Yəni bu bağışlanma üsulu var. Xəlifə də bağışlaya bilər. Xəlifəyə müraciət forması da başqa cürdür. Muaviyyənin əlinə sadəcə bəhanə düşmüşdü, başa düşsən bir bəhanə. O hakimiyyəti əlində saxlamaq istəyirdi, hakimiyyəti ötürmək istəyirdi. Hakimiyyətdəki keçdi axırda əlinə, axırda Həsənlə onun danışıqları var da. Onları oxuyan adam başa düşür ki, bu adam hər yolla, istəyir nə yolla olursa, Həsənə deyir ki, yəni hakimiyyəti ver mənə də. Necə istəyirsən, necə şərt qoyursan qoy, axır ver mənə. Başlayın. O bilir ki, hakimiyyəti əlinə götürəndən sonra hər şey eləyə biləcək də hiləgərliyinə. Elədi də, hiləgərliyinə hər şey elədi.
Həsən də oturdu aradan hamısını, orada qatdı qarışdırdı. Hüseynlə məktubları var Muaviyənin, Hüseynlə. Hüseyn deyir ki ona, sənin elə orada oturmağın ən böyük fitnədir. Yuxarıda oturmağın, başlayırsan. Oğluna beyyət almağa gedir. Hicaza. Beyyət ala bilmir. Nə Mədinədə, Məkkədə beyyət ala bilmir. Sonra Abdullah ibn Zübeyrlə Hüseynin üstündə qılıncla adam qoyur. Deyirsiz səsini sarımla danışırsın da. Qılıncla danışır. Qılıncla qoymur, yola danışır. Düzgün beyyət ala bilmir. Çıxır orada minbərə deyir ki, bunlardan beyyət aldım yalandan. Siz də beyyət edin. İnsanlar orada çaşıb beyyət edirlər. Bilmirlər o məsələləri. Başlayırsan ki, burada bunlar hilə işlədib bu. Sonra gedir orada özləri yığışırlar. Mərvan da elə seçilib. Öz şura ilə seçilib o. Özləri yığışıb seçiblər də öz aralarında. Sonra qoydular qayda-qanunlar da özləri dəyişiblər, qoydu müqabiləni birincidən. Yezid də şura ilə bu yanda seçilib. Abdullah ibn Zübeyir seçilib şura ilə. Başqaları seçilib şura ilə. Onlar seçilməyib, şura ilə onlar seçilməyib. Çünki Həsən ürəyi istəyərək vermişdi ona xəlifəliyi. Qan tökülməsin deyə elədi də, hansı ki üstünlük Həsən tərəfdə idi. Həsənin qoşunu, bax həmin tarixə bax, Həsənin qoşununun sayına da bax, Muaviyənin qoşununun sayına da bax. Həsənin qoşununun sayı çoxdur. Sadəcə o qan tökülməsin, o qalib gələcəkdi ona, getmədi. Onun qabağa getməsi Hüseyin də ona dirəndir, sən niyə verirsən başına? Niyə verirsən ona ki? Hakimiyyəti. Bu məsələlər var ya, aynı hal. Sonra bir şey gətirdilər ki, Muaviyənin dövründə fəth belə olundu, çox yerlər fəth olundu. Mən deyirəm, elə fəthin dalınca qaçansınızsa, kim çox yer tutdu. Gedin Çingizxanın dalınca qutarsın, geçsin də söhbət. Çingizxan ondan çox tutub yer. Fəth nədir? Onların əsas fəth eləmək istədiyi yer Muaviyənin birisi haraydı? Konstantinopol, İstanbul. O da Allah vermədi onlara. Çünki o hədisi görə istəyirdi onu fəth eləsin. Peyğəmbərlərin hədisi əsasən. O da alınmadı. Nə qədər elədilər, o Konstantinopola gedib ayaqlarına sata bildilər. Özünü götürə bilmədilər heç vaxt. Müştən. Onların əsas məqsədi Konstantinopola almaq idi. Ki onu götürsünlər. Yəni, xarici döyüşlərdə. O da alınmadı. Bax, Osmanın qətlinə səbəb var, səbəb. Səbəb də qohum əqrabasıdır. Ən birinci səbəb. Çünki qohum əqrabasını təyin eləmişdi valilər. İnsanları zəhləsi gedirdi onlardan. Bax, İraqdakı vali haqqında Quran ayəsi inib. Fasıq bir xəbər gətirsə sizə ona inanmayın. Onun haqqında inib. O içki içib, çıxırdı, namaz qıldırırdı cəmaatı qabaqda, içki içirdi. Deyirdilər, 4 rükət qırırdı sübhü. Deyirdilər, vəsiləməsi biraz artıq qılmalı deyirdi arkadaşlara. Belə bir adam idi ki, onu şikayət edirlər, bu nədir? Misirə təyin edib vali, bilirsən kim olub? Onun ölümünə fərman vermişdi, Peyğəmbər Pəsə bağışlayır sonra Osmana görə, Osmanın yalvar yalışına görə. Çünki o adam vəh katib olub Peyğəmbərin yanında. Sonra atıb gedib, keçmiş müşriklər tərəfə ki, boş-boş şeylər də yazırdım orada. Belə bir adam. Mərvan yanına yatırıb qoymuşu, vəzir eləmişi, qızını da vermişdi ona. Mərvan hamısını qatdı, qarışdırdı orada aləm bir-birinə. Cəmaata pis eləyən də Mərvan oldu onu. O, onu Peyğəmbər atası qarşı sürgünləmişdi. Ərəbistandan baxşı, öz ərazisindən. Atası qarışıq, Mədinədə, sürgün. Onu nə Əbu Bəkir qaytardı geri sürgündən, xahiş elədilər qaytarmadı. Nə Ömər qaytardı, Osman qaytardı. Qaytaran qızını verdi ona. O, baxırsan, Misirdən ki, cəmaat yığışıb gəldi, Əlidən xahiş elədi Osman ki, çıx onların qarşısına, çıxdı Misir cəmaatın qabağına. Xahiş bilən geri qaytaranda, geri qaytardı, razılaşdılar da, Osmanın adından çıxmışdı. Bu Mərvan Osmanın adından məktub yazdı Misir valisinə, Pesatı da Osmanın adından qoydu ki, bunların hamısını öldür valiyə, Misirəstan kimi. Bunu yolda edəndə təzən geri qaydanda, o Misir cəmaat geri qaydır, hər şey itmişdi. Yolda tuturlar bunu, məktub aparanı. Məktubu da oxuya gətirirlər əlinin yanına ki, bu nədir? Əli də gəlir Osmanın yanına ki, bu nə məktub göndərsən? Məni belə göndərmirsən, bunlarla razılaşıram, bunları ölümə şeysən. Deyirəm, bu məktubda heç mənim xəbərim yoxdur. Sonra məlum olur ki, məktubu Mərvan yazıb bunun adından.
Sonra xutbə eləyir. Mərvan elə bir xutbə eləyir ki, aləm dəyər bir-birinə. Osman adından çıxırdı, xutbə eləyir cəmaata. Sonra cəmaat onu mühasirəyə alanda qapıda bilirsən də, Həsən Hüseyin Əli qoymuşdular ki, cəmaat girməsin ora. Həsənin Hüseyini qoymuşdu. Hələ Abdullah ibn Zübeyir də oradaydı. İbn Ömər də oradaydı qapıda. Ki, uşaqlar idi, onlar yaşda. Onlar dayanmış qapıda. Mərvan arxa qapıdan çıxır birini öldürür o şeylərdən birini. Nədir o? Üsyankarlardan da bu, xəlifəyə qarşı çıxanlardan birini. Cəmaatdan birini öldürür. Cəmaat həmin qapıdan girib öldürür nədir o? Osmanı. Mərvan açır yəni o qapını arxadan. Bunlar Mərvan eləyib də qatıb qarışdırıb hamısını bax, Cəməl döyüşünə baxırsan Mərvanın adı var. Təlxanın ölümündə birbaşa oxla vurub öldürüb Təlxanı. Hansı döyüşdürüyor, dayandırmaq istəyirdi. Burada Osmanın qətlində birbaşa adı var o məktub söhbətində, cəmaatın toplaşmasında, əsəbləşdirib cəmaatı, təzən geri qaytaran yoldan, Misir cəmaatı, təzə çıxıb edir Misir cəmaatı, təzən qaytarır dala. Siffin döyüşündə Əli var. Başın, hər yerdə Əli var bunun. Bütün mənfi şeylərdə Mərvanın əli var ortada. Bunlar Mərvandan danışmırlar. Mərvana eləyiblər mələk. Şeytan diyor, bu Hüzeyfə dediyim sənə sahabə var ha. Münafiqlərin adını bilən. O ailəsinə təbliğ edirdi ki, çünki münafiqlər bilirdi adlarını, o baş verici fitnələri də ona demişdi Peyğəmbər, nələr olacaq, kimlər nə edəcək. Bu yazılı götürmüş hamısını, yazılmış diye. O ailəsinə təbliğ edirdi, oğlanlarına ki, Əli tərəfdə olun. Əli xəlifə seçilən kimi ona beyyət elədi. Başa düşsən? Oğlanları getdilər. Siffin döyüşündə Əlinin tərəfindən, Muaviyyəyə qarşı döyüşündə Əlinin tərəfindən şəhid oldular həmin döyüşdə. Hüzeyfənin oğlanları, iki oğlu. Bunları neyniyək biz? Yəni bunlar bilirdi də, sən bilmirsən, danışırsan adama deyirlər, bax sən bilmirsən, qarşımdakı, danışırsan. Hüzeyfə ki bilirdi. Abu Zər birbaşa demiş ki, Əli layiqdir xəlifəliyə. Bu demişdi də, beyyət eləmişdi bu Bəkirə. Amma demişdi, bu belə bilirdi də, dedi Əli layiqdir. Ömər seçiləndə, deyirdi Əli layiqdir, amma onlara da hörmət edirdi ya, onlar da buna hörmət edirdilər. Amma deyirdi sözünü də, o sözü deyən adam idi. Osman da səsləndi demişdi, başlayırsan mı? Amma beyyət eləmişdi ya, üstünə, yəni, çünki şey eləməmişdi, düşmənçilik eləməmişdi bu, rafizilər kimi, yox. Sadəcə dedi, bu layiqdir də. Burada çətin nə var ki? Hər şey ortadadır, sadəcə olaraq oxumaq, bilmək lazımdır. Bu çətin kitabsız dövrdə deyilik ki, kitablar var da. Google'da tərcümə edir nə qədər istəyən dildə olsa tərcümə edir də. Tərcümə edib baxırsan da hadisələrə. Bunlar səndən bir dənə çıxış yolu tapa bilərlər ki, desinlər şeylər yalandır, xoşuna gəlməyən hədislər deyirlər yalandır, xoşlarına gəlməyən tarix deyirlər yalandır, başlasın. Bu alimlər bizə yalan çatdırmayıblar. Özə ki, belə bir şey ola bilməz ki, bütün tarix hadisələr başqa-başqa alimlərdən. Eyni mətndə gəlsin, eyni mövzuda gəlsin, fərqli olmasın. Belə ola bilməz axı. Deməli, siz nəsə gizlədirsiniz də, nəsə var da, ortada nəsə var, başlayırsan mı? Demirsiniz. Bir tərəfi tanıtdırdınız, bildik də, rafizlər kimi tanıtdırdınız, əli də yandırdı onları, bildik. Və bu birisi tərəf də var axı, biz orta yol tutmaq istəyiriksə, bu iki yol olmalı ki, ortası tutaq da. Bu birisi tərəfə də deyin də, Qunutda lənət oxuyubdu, o birisi tərəfə, nasibi tərəfə. Malik Əşlər ölündən sonra. Lənət oxuyub yoxsa yox? Siffin döyüşünə lənət oxuyub yoxsa yox? Qunutla, ad çəkərək lənət oxuyub da. Bu birisi tərəfdən onu lənət oxuyub da. Əhl-i-Beyti lənət eləmək olar. Bax, sonra Muaviyyənin fəzilətləri haqqında gələn hədislər var ha. Yalan, uydurma, zəif. Bunu istəyən adam gəlsin ravilərlə, açsın oxuyaq da, vəh katib olub hədisləri var. Tam oxumurlar o hədisləri. Tamı deyirəm sənə bil, tam hədisi. Bu adam güya ayət-i kürsünü yazıb, vəh katib olub da. Bu heç müsəlman da ayət-i kürsü eləndə heç müsəlmansılığı qəbul eləməmişdir bu. Bu hədisdə gəlir ki, bu qələmi də ona Allah göndərib Cəbrail vasitəsilə qızıl qələm, vəh yazacaq.
Ay nə bilim buna hesabı örcət, bundan hidayət buldur. Hamısı Şamdan gələn uydurma hədislərdir. Başa düşürsən? Ravilər ortadadır, yalançı ravilər, hədis uyduran ravilər ortadadır. O hədisləri bir açırlar ki, bu göstərsinlər ki, bu nədir, bu nədir. Onsuz da Şamdan gələn ravilər var. Şamdan gəlirlər, məsələn, hədis. İçində, hədisin içində Şam raviləri varsa, Rizalda ona şübhə ilə yanaşırlar o hədisə. Çünki bu Şamdan gəlir. Fikir verəsən. Deməli, Şama etibar eləməyiblər, Şamdan gələn hədislərə. Biliblər də nəsə vardı orada. Bu hədislərlə sən gələ bilmərsən. Hədisləri, uydurma hədisləri əlbə alıb, fəzilətə. Çünki Nəsaidən yaxşı bilmirsən sən hədisləri. Kutubu Sittədən biri də onundur. Kutubu Sittədən biri də ona aiddir də, Nəsai. Nəsai Əlinin fəziləti haqqında kitab yazıb. Bax, kitab yazıb ki, Əli fəzilətləri haqqında. Niyə Muaviyə fəziləti haqqında yazmadı və Şamda soruşurlar ki, sən Ələ fəziləti haqqında kitab yazmışsan. Bəs Muaviyyənin fəziləti haqqında kitab yazmadı, niyə yazmamısan ki? Deyir, nə bilirəm ki, nə yazım ondan. Bir dənə şey bilirəm, bir dənə hədis bilirəm onun haqqında. Peyğəmbər deyib ki, Allah onun qarnını doyuzdurmasın. Bu hədisi də bilənlər bilir də. Yəni İbn Abbası göndərir ki, get Muaviyyə dinən gəlsin Peyğəmbər. Ceyb gəldir ki, yemək yeyir. Bir dəfə deyir, get yenə dinən, Ceyb gəldir ki, yemək yeyir. Üçüncü dəfə deyir ki, Allah onun qarnını doyuzdurmasın heç. Nəsai deyir ki, bundan artığını mən bilmirəm onun haqqında. Vurub Nəsaini öldürürlər, döyüb öldürürlər Nəsaini. Budur sizin bizə təqdim elədiyiniz İslam. Bunu yaxşı bil ki, Cəməl döyüşü istənilmədən olan döyüşdür. Yəni, istənilmədən baş verib bu. Yəni, belə baş verəcəyini planlaşdırmayıblar. Başlayın mı? Cəməl döyüşünün sonu bu olacaq. Bu planlı olmayıb. Yəni, Ayşə dəmki deyirdi ki, səhvini etiraf edirdi bu insan, başa düşsənmi? Ayşə anamız da bunu bilirdi ki, səhv edib. Bu birisilər də bildi, Talha da, Zübeyir də. Talha Zübeyrin də səhv eləməyi orada Beytülmalın bölünməsindəydi, bir də onlara vali təyin eləməmişdi o hissədə yerlərə. Oydu. Amma səhv elədilər, döyüş vaxtı bildilər bunlar. Talha döyüşü dayandırmaq istədi, Zübeyir çıxdı, getdi. Ayşə səhv gəldiyini bildi, başa düşsənmi? İstənilmədən baş verən bir hadisə idi bu, istənilmədən. Amma Siffeyn fərqlidir, Siffeyn-də istənilmədən baş verib deyə bilmərsən. Siffeyn istəyərək baş verən hadisədir. Siffeynlə Cəməl fərqlidir bir-birindən tamam. Bunları gətirirlər, eyniləşdirirlər çox vaxtı, eyniləşdirə bilmərsən sən. Siffeyn planlaşdırılmış və həyata keçirilmiş bir şey deyə bu, başa düşsənmi?